Kişilər təbiəti etibarıyla qısa və orta həcmdə danışığı sevirlər. Çox danışıqdan isə xoşlanmırlar. Bu birinci məsələ. İkinci məsələ. Kişilərin əksəriyyəti demək olar ki, 98%-i şən xasiyyətli qadınları sevirlər. Hətta ciddi kişilər belə şən ruhlu qadınları xoşlayırlar. Nə üçün? Bu kişinin düşüncə tərzi, kişinin təbiəti, həyatda üzləşdiyi çətinliklərlə bağlıdır. Ona görə də özünə rahatda tapacağı bir məkan axtarır. Bəs kişi üçün rahatlıq nə deməkdir? Rahatlıq dedikdə ünsiyyətdə istilik, rahat nəfəs alacağı bir mühit nəzərdə tutulur. Kişilər həmçinin gözəllik xoşlayırlar. Nə üçün? Çünki kişi vizualda daha çox görməyə yönəlir. Ona görə də kişi gözəl üzü, gözəl formanı, gözəl bədəni, gözəl geyimi, xoş danışığı, zərif hərəkətləri və rahat bir mühiti sevir. Və nəticədə kişi gözəlliyin təsiri altına düşür.